Bu gün Qarabağ cəbhəsində düşərgəsində elə bir atmosfer, ab-hava var, sanki komanda mövsümü uğursuz keçirib. Ümumiyyətlə ictimaiyyətdə bax bu reaksiyalar var. Qarabağın futbolçuları, məşqçilər korpusunun kənardan görüntüsü, mimikaları, reaksiyalarından da bunu hiss etmək olur. Amma əslində Azərbaycan futbol tarixinin və Qarabağ klubunun ən şanlı, ən unudulmaz mövsümü keçirildi, keçdi, baş tutdu deyə bilərik. Komanda Premyer Liqada çempionluğu əldən versə də, kubokda mübarizəni dayandırsa da, hətta Avropa Liqasına getməsi sual altında olsa belə, bütün dünyanın gözü qarşısında tarixi oyunlar keçirdi, tarixi anlar yaşadı və yaşatdı. Kaş hər mövsüm komanda bu kimi uğursuzluqlar yaşaya, amma Avropada, Avrokuboklarda bax belə möhürünü vura. Bəs sizin fikrinizcə, sizin düşüncənizcə hansı yaxşı idi? Seçim şansı olsaydı hansını seçərdiniz? UEFA Çempionlar Liqasında play-off və həmin o möhtəşəm oyunlar, yoxsa Azərbaycanda qızıl dubl və yaxud da bu kimi uğurlar?